Çox maraqlı bir fikir bildirdi Kamran. Deyir, ilk hissədə külək bizə qarşı idi və ümid edir ki, ikinci hissədə küləyin hesabına biraz biz də oynayaraq, amma qismət də elə gətirir ki, hava şəraiti də onların əleyhinə oldu. Həqiqət, məndə olan məlumata görə hətta baş məşqçi Yunus Hüseynov fasilə ərəfəsində futbolçulara göstəriş verib ki, ikinci hissədə külək bizim xeyrimiz olacaq. Qapıya zərbələr vurun, çıxıblar ki, külək yatıb. Bu da onlar üçün bir belə deyək, sürpriz olub. Sürpriz deyəndə ki, burada hələ bir şey də yoxdur. Məsələn, yağış da birinci hissədə yağa bilər, ikinci hissədə yağa bilmir. Onun söhbəti yoxdur. Amma yəni Kamranın fikirlərinə uyğunluq olur ki, əlbəttə məsələn əsəbi halda bəzi fikirlər ola bilər, amma sakit halda fikirlər də ola bilməz. Ümumiyyətlə mən gəlirəm ki, bu oyun doğrudan da çox şey biz gözləyirdik ki, bu oyunun gərginliyi var idi həddindən az, onun söhbəti yoxdur. Amma nəticə əsas önəmli idi. Oyun yox, nəticə. Ona görə də. Yəni nəticəni kimin aktivində yazmaq olar? Valla nə deyim valla, hələ oyun elə idi ki, hələ heç-heçə hər iki klubu məncə də hər iki komanda qane elədi. Yəni baş məşqçilər desələr də ki, qələbə istəyirdi. Amma xüsusilə nəzərə alsaq ki, Xəzərlənkəran səfərdə oynayırdı və birinci oyunu baş məşqçinin rəhbərliyə uduzmuşdu. Xəzərlənkəran sərf edir. Nəzərə alsaq ki, Neftçi heç-heçəyə baxmayaraq yenə 5 xallıq fərqi qoruyur. Demək Neftçiyə də sərf edir. Yəni ədalətli bir hesab idi. Aslan, bax, oyunla bağlı indi vurğuladıq. Yəni sənin hər hansı olayla futbolçular, məsəl üçün Flavinio özünü göstərə bilmədi. Digər, yəni belə liderlər yox idi. Rahid Əmirquliyev əksinə məncə Lənkəranda ən yaxşılardan idi. Yəni oyunun gedişdən nə əlavə edə bilərsən fikirlərinə? Əlavə Ağasəmin müəllimlə də tam razıyam ki, əlbəttə bu oyunda liderlər ortaya çıxmadılar. Qismən Rahid təbii ki, yəni oynadığı mövqeyə görə əsas həm dağıdıcı idi, həm yaradıcı idi. O qədər də oyuna çatmırdı. Amma Flavinio isə hər zaman bildiyimiz kimi cınaqlardan sürətli içəri cərimə meydançasına doğru sürətli reydləri var. Onu məsələn bu oyunda görmədi. Bu da ola bilsin ki, mənə belə gəlir ki, 11 metrli cərimə zərbəsini vurmayandan sonra futbolçularda biraz psixoloji sınma ola bilər, yəni ki, mən düşünürəm ki, bununla bağlı idi Flavinio'nun özünü göstərməməsi. Və bu oyundan sonra futbolpress.az saytında maraqlı bir mövzu ilə bağlı yazı getdi. Elçin Cəlilov bu yazını yazmışdı və söhbət ondan gedirdi ki, iddia olunurdu ki, Əliyar Ağayev oyunun baş hakimi Neftçidə işləyir və onun atası da hakim inspektor olan Kərim Ağayev Neftçinin əməkdaşıdır və Elçin indi telefon xəttindədir. Elçin, axşamın xeyir. Axşamınız xeyir. Bir iddia ortaya qoydunuz. Təbii ki, nə qədər onun doğru və yalan olduğunu hələ araşdırmaq lazımdır, amma hər halda iddia var və bu iddia nədən əsaslanırdı və ümumiyyətlə nə deyilirdi bu iddiada? Oyundan sonra bir çox haftaya yaxın ümumiyyətlə futbola aid şəxslər bizə bizim redaksiyamıza əlaqə saxlayıb bildirdilər ki, müzakirələr gedir. Yəni o penalti epizodu ilə bağlı, Xəzərlənkəran qapısına verilən penalti epizodu ilə bağlı. Və əksəriyyəti bildirirdi ki, Lənkəranın Gomes oyuncusu var, Gomes. Onun zərbəsi vaxtı İqor Mitrevskiyə dəymişdi, əlinə dəymişdi. Və bildirdilər ki, həmin epizodda Əliyar penalti verməlidir. Bundan başqa Neftçinin qapısından, Xəzərlənkəran qapısına təyin olunan penaltidə də şübhələr var idi. Qeyd olunurdu ki, Elnur Allahverdiyev, yəni penalti səbəbi olan oyuncu Elnur Allahverdiyevin top əlinə cərimə meydançasının çöldə dəymişdi, amma bu penalti deyildi. Biz də bilirik ki, Əliyar əvvəlcə penalti verməmişdi. Sonradan yan xətt hakimi Ramiz Əsədov müdaxilə elədi. Qəti qərar bildirdi ki, bu penaltidir. Sonradan Əliyar öz qərarını dəyişib penalti verdi. Nəysə, bu proseslər çox şəxsdə, yəni çox futbol adamlarında şübhə doğurmuşdu və dedilər ki, Əliyar Neftçidə işləyir. Adı Neftçinin Selek Təpil Məşqçilər siyasında gedir, oradan maaş alır. Həm də İdman Akademiyasında oxuyur. Biz bunu Neftçinin dəqiqləşdirmək istedik, ancaq axşam saatları olduğuna görə dəqiqləşdirə bilmədik. Əlaqə qurmaq mümkün olmadı. Ona görə bu xəbəri yazdıq. Ümumiyyətlə bunu video faktlar da qoyduq ki, həm hər iki şübhəli penalti epizodunu qoyduq. Səhər, yəni bugün səhər klubun vitse-prezidenti Tahir Süleymanov redaksiyasına əlaqə saxladıq. Dedi ki, biz sizə kadrbaşı ötəsində Neftçinin əməkdaşlarının siyasını göstərə bilərik. Orada Əliyar Ağayev bizim əməkdaş deyil, özünüz görə bilərsiniz. Ancaq biz həm də yazmışdıq ki, Əliyarın atası Kərim Ağayev də klubun əməkdaşıdır. Daha doğrusu Neftçi İdman Sağlamı Mərkəzinin, yəni bir-birinə yaxın olan qruplar, Neftçi İdman Sağlamı Mərkəzinin Neftçi futbol klubu bir-birinə yaxındır təbii ki. Dedilər, o Kərim Ağayev, onun atası bizim əməkdaşdır. O da çoxdan illər əvvəl bizim əməkdaşımız oldu artıq. İndi də işləyir. Əliyarın o əməkdaşları, o Neftçinin əməkdaşı olduğunu təqlid etdilər.
Biz də bu təqsiri qeyd eləmişik. Maraqlı bir fakt, biraz əvvəl Əliyar Məhdəsi zəng edib bizim redaksiyamıza. Sizi məhkəmə versəm necə olacaq? Deyirəm, buyurun, məhkəmə verin, problem yoxdur. Ancaq faktla bağlı yazını oxumusunuz mu? Yəni, xəbəriniz var mı yazdan? Bildirdi ki, yox, oxumamışam. Siz qəzetinizdə düz yazmamışsınız onu. Yəni, bu da məlumdur ki, onu kimsə öyrədib bizə zəng etdirib. Hətta bilmir ki, bizdə qəzet yox, portaldır. Sonra da üzr istəyir. Təşəkkür Elçin bəy, təşəkkür fikirlərinizə görə, hər halda fikirlərinizi ortaya qoyduq və indi bizim telefon xəttimizdə Neftçi klubunun vitse-prezidenti Tahir Süleymanov var. Tahir bəy, artıq bir neçə sualımız var, çünki artıq 3 nəfər telefon bağlantısına qoşulub. Axşamınız xeyir Tahir bəy. Axşamınız xeyir olsun, hər vaxtınız xeyir. Tahir bəy, qonaqları və azarkeşlərdə salamlayırıq. Təşəkkür edirik. Deməli, sizə bir neçə sualımız var. Xahiş edir, yəni lakonik onlara bir fikir bildirəsiniz. Yəni, birinci sual bununla bağlı ki, Fırtına Fan Klubunun idarə heyətinin üzvü Rəvan Bəşirovla telefon əlaqəsi qurduq və o bildirdi ki, azarkeşlər stadiona daxil olsalar da təxminən 20-ci dəqiqədən etibarən meydandan çıxarılıblar. Yəni, bununla bağlı məlumatınız varmı və ümumiyyətlə nə baş verib stadionda əmin olanda? İlk öncə onu vurğulayım ki, Neftçi Xəzər-Lənkəran görüşü İsmət Qayıbov adına stadionda yüksək səviyyədə təşkilatlarla keçirildi və bildiyiniz kimi nə Xəzər-Lənkəran klubunun birbaşa prezidenti Mayıs Məhdumov başda olmaqla heç birindən nə bir irad olmadı və siz də stadionda canlı bu oyunu izləyirdiniz. İstər təhlükəsizlik tədbirləri, istər ümumiyyətlə azarkeşlərin bir-birinə olan münasibəti çox yüksək səviyyədə idi və arzu edərdi ki, bundan sonraki tədbirlər də, oyunlar da yəni ən azından yəni bu səviyyədə və bunun da davamını gətirmək lazımdır. Bildiyiniz kimi hər iki klub arasında oyunlar çox maraqla qarşılanır və elə bu oyunda stadion demək olar ki, ağzına qədər dolu idi və Lənkəranda da bu abu-hava bu oyuna maraq çox yüksək olur hər zaman. Tarmen, problem nə idi? Yəni o yaranan problem yenə qeyd etdiyim kimi əgər kütləvi şəkildə bu məsələlər baş versə, bu başqa məsələ. Qeyd etdiyim kimi, siz də bunu görmüsünüz, stadionda hər hansı bir insident baş verməyib, oyundan sonra da baş verməyib və ola bilər azarkeşlər tərəfindən, ola bilər stadionun asayişini qoruyan yəni müvafiq orqanlar tərəfindən bu məsələdə ki, həmin o məqamda xırda bir insident olub ki, onun da qarşısı alınıb. Amma bir qədər öncəyə getmək istəyirəm. Yadınıza salım, Qəbələ Neftçi görüşündə kütləvi şəkildə Neftçi azarkeşləri stadiondan çıxarıldılar. Yəni bu tip bu məsələlərin də qarşısını biz almağa çalışdıq və ondan sonra müxtəlif tədbirlər görüldü və bu oyundan öncə də biz öz Neftçinin azarkeşləri olan fan klublarla görüşlər keçirdik və özünüz də razılaşarsınız ki... Tarmen, elə başa düşdüm ki, konkret Xəzər-Lənkəranın yəni fanatlarının bildirdiyi epizodla bağlı konkret məlumatınız yoxdur, yəni elə anladım. Yenə qeyd etdiyim kimi bilirsiniz ki, nə oyun ərzində, nə oyundan sonra hər hansı bir xırda da insident baş verməyib. Ola bilər ki, hər xırda bizim gözümüzdən qaçan bir məqamlar olsun və onu da ümumiyyətlə Xəzər-Lənkəran azarkeşləri də möhtəşəmdir, Neftçi azarkeşləri də çalışmaq lazımdır ki, bundan sonraki oyunlarda da hər iki klubun azarkeşləri bir-birinə hörmətlə yanaşsınlar və rəqabət ancaq yaşılır. Aydındır Tahir bəy, aydındır. Yəni hər halda elə başa düşdük ki, yəni konkret bu epizodu, yəni ola bilər nəzərinizdən qaçıb görməmisiniz, yəni yeni bir şey deyə bilmədiniz hər halda. Və ikinci bir məqam nə idi? Kamran Ağayev oyundan sonra iradlarını bildirmişdi konkret hakimliklə bağlı. Yəni bunun dediyi fikirlərə yəqin ki, siz də mətbuatda oxumuşdunuz, amma bir qədər fərqli idi. Amma bizə telefon bağlantısında hər halda fikirlərini bildirdi ki, hakim oyunu yəni istənilən səviyyədə idarə eləmirdi. Bununla bağlı əgər lakonik fikirləriniz varsa deyə bilərsiniz, yoxsa keçim nəhayət üçüncü suala. Tək Xəzər-Lənkəranın deyil, Azərbaycan milli komandasının da əsas qapıçıdır və bizim son illər yetişmiş ən güclü futbolçulardan biridir Azərbaycanın. Sadəcə çıxışlarda, ifadələrdə diqqətli olmaq lazımdır. Futbol adi bir oyundur və konkret olaraq bu oyuna gəldikdə isə sırf hakimliklə bağlı olsa, yadınıza bir məqamı salım. Açıq aşkar 11 metrəlik cərimə zərbəsi olduğu anda oyunun baş hakimi gənc hakimdir və köməkçi hakim, ikinci köməkçi hakim ona Ramiz Əsədov yardımını göstərdi və doğru da elədi. Amma oyun ərzində Mirhüseyn Seyidova qarşı, Flaviniya qarşı bir çox epizodlar var idi ki,
açıq-aşkar sarı vərəqə göstərə bilərdi, amma gənc hakimdir. Oyunun belə deyim, mahiyyətini bəlkə də nəzərə alıb həmin sarı vərəqələri göstərmədi və sadəcə bu oyunda oyunun əvvəlindən sonuna qədər artıq 2 dəqiqələrdən oyunun vaxtını gecikdirən Kamran Ağayev hakimlikdən hansı narazılığını bildirə bilər ki, oyunda da hər hansı bir yenə qeyd etdiyim kimi, əgər bu fikirlər dolaşırsa ki, Neftçinin ətrafında, bu uydurmadan başqa bir şey deyil. Və Neftçi haqqında gəzən... Oyun bütün canlı yayımda göstərilirdi və əksinə Neftçinin cərimə meydançasında Xəzər Lənkəranlı futbolçu simulyasiya edib yerə yıxılanda və yaxud da digər epizodlarda var idi, hər ikili hakim sarı vərəqəyə əl ata bilərdi, amma gənc hakimdir, biz hakimlərə də dəstək verməliyik. Bu baxımdan gənc hakimlər... Tahir müəllim, hakimlik... Fikrimi də mən bildirim, üzr istəyirəm. Ümumiyyətlə, qış fasiləsindən sonra tək Neftçinin oyunlarında getmir söhbət. Ümumiyyətlə, hakimliyin inkişafında müsbət gediş hiss olunur və mən yerə ki, aldığım oyunların istənilən oyunlarda hakimlərin səhvləri olsa da bir o qədər də qabarıq. Tahir müəllim, hakimlik demişkən, bax belə bir futbolpress.az saytından məlumat yayıldı ki, Əliyar Ağayev və onun atası Neftçidə işləyir. Buna zəhmət olsa rəsmi münasibət bildirir. Tək o yox, yəni bildirilmişdi ki, Əliyar Ağayevin özü Neftçidə çalışır və ümumiyyətlə bu tipli məsələlərə mən elə hörmətli media nümayəndələrinə də üst tutub bildirmək istəyirəm ki, dezinformasiya xarakterli məlumatlar yoxlanılsın və burada ola bilər ki, medianın özünə də yanlış informasiyalar ötürülür. Kökündən bir yalan bir ifadədir. Birincisi, Əliyar Ağayev altlıq oyunlarında Neftçinin 2 oyununu idarə edib, Qəbələdə 4-1 yenilmişik və son Xəzər Lənkəranla görüşdə də bərabər qalıb komandalar. 6 xalqdan cəmsi 1 xal toplayıb Neftçi. Yəni, kökündə son dərəcə yanlış və yalan bir məlumatlardır bunlar. O ki, qaldı Əliyar Ağayevin atası Kərim Ağayevə. Kərim Ağayev artıq 15 ilə yaxındır çalışdığı yerdə çalışır və onun da Neftçiyə heç bir adiyyəti yoxdur və Neftçi klubunun rəhbərliyinə də heç bir adiyyəti yoxdur. Təşəkkür edirik, Tahir bəy, təşəkkür edirik. Xatırladaq ki, telefon bağlantısında Neftçi klubunun vitse-prezidenti Tahir Süleymanov idi, öz fikirlərini bildirirdi.